Mənim burada nə işim var? Mən birdən ikidən bazarlıq eləmişəm. Eləməmisən, öyrənərsən. Biz sabah evlənəcəyik. Evə bazarlığı kim eləyəcək? Mən ölməmişəm ki. Güya sən bilirsən bazarlıq eləməyi. Reyhan xanım, bu paltar alış-verişi deyil. Padruqalarımı acığına nə gəldi alasan? Çətin işdir, çətin. Hə, Mətiş xala, düz deyirsiniz. Market alış-verişi də gəlinə qarşı oğlunun beynini doldurmaq qədər asan deyil. Şirin, bax indidən deyirəm. Biz evlənəndən sonra Mətiş xala bizlə qalmayacaq. Seriyoz? O nə dedi Şirin? Necə yəni mama ilə bir yerdə yaşamayacaq? Mən də istəyirəm ki, gəlinimin bişirdiyi yeməklərə bir mız qoyum. Qabağıma qoyduğu çaya deyim ki, buz kimidir, get təzədən gətir. Ay mama, ayı bu deyil. Bütün Araz marketi bizə baxır. Yavaş danış da. Qoy baxsın. Get onun ağlını başına yıx. Deyinən ki, mama ilə bir yerdə yaşayacaq. Başa düşdün? Yaxşı mama, deyib deyərəm. Reyhan, sən bilsən ki, mən mamasız qalamıram da. Mən gecə yuxuda bataryyanı kim mən belimə mayka qoyacaq. Mən evə gələndə ayaqqabılarımı soymadan kim biz Şirin get çörək al. Mamam olmasa kim biz Şirin birdən qapı döylər açma ya. Bugün gülə demişəm ki, bu gün evdə yoxuq ha Reyhan. Şirin, bilmirəm. Bu nədir? Siz bir-birinizin azığına arabalara doldurursunuz. Olan mən olacaq. Ay Şirin, narahat olma. Onsuz da aldıqlarımız çox pul tutmayacaq. Çünki Novruz bayramına görə Araz baba qiymətləri endirib. Halal olsun gəlinimə. Başqaları kimi ancaq brend geyimlərinin endirimə düşməsini bilmir. Araz babanın da endirimlərindən xəbəri var. Ay mama, Araz baba kimdir? Mama, yadındasan mən həmişə qonşunun oğlunu göstərib bir bax. Xalqın oğlu evə əli dolu gəlir. Bundan sonra xalqın oğlu mənəm. Sağ olsun Araz baba.